Quds müsəlmanların, İslamın ürəyinə vurulmuş ən böyük yaradır, ən böyük dərddir müsəlman aləminin. Quds İslam aləminin qəlbidir, döyünən ürəyidir ki, artıq 60 ildir, ondan artıqdır ki, işğala məruz qalıb. Fələstin, Quds ərazisi işğala məruz qalıb və bu işğal mərhələli şəkildə, planlı şəkildə düşmənlər tərəfindən həyata keçirilib. Bu işğalın əsası İsveçrənin Bazel şəhərində 1897-ci ildə Ümumdünya Siyonist Təşkilatının kongresində bu proqram tərtib edilib və proqram Yahudilərin tədricən Fələstin ərazilərinə köçürülməsini nəzərdə tuturdu. Tədricən uzun illər ərzində köçürülmə nəticəsində yavaş-yavaş orada yerləşirlər və Osmanlı dövləti zamanında Sultan Əbdülhəmidə pul təklif edib Fələstində Yahudi dövləti yaratmağı xahiş edirlər. Sultan da cavab verir ki, yalnız mənim meydimin üstündən keçib orada belə bir dövlət qura bilərsiniz. Birinci Dünya Müharibəsindən sonra Fələstin ərazisi İngiltərə tərəfindən işğal olunur və Yahudilərin orada yerləşdirilməsi prosesi biraz da güclənməyə başlayır. İkinci Dünya Müharibəsinin əsnasında artıq bu proses daha da güclənir və 1947-ci ildə İngiltərə tərəfindən BMT-nin müzakirəsinə bu dövlətin yaradılması məsələsi çıxarılır və may ayının 15-də bu məsələ ilə bağlı komissiya yaradılır. Mən istəyirəm bu barədə qısa tarixi barədə qısa məlumat verəm, ola bilər kiminsə dəqiq məlumatı olmayan. Və nəhayət 29 noyabr 1947-ci ildə iki dövlət yaradılması haqqında BMT Baş Assambleyasının qərarı qəbul edilir. 14 ərazisi 14,1 min kvadrat kilometr olan İsrail dövləti və 11,1 min kvadrat kilometr olan Fələstin dövlətinin yaradılması haqqında qərar qəbul edilir və bu da tarixdə Fələstin xalqına olmuş ən böyük ədalətsizlikdir. Yəni, işğal faktı faktiki olaraq BMT tərəfindən rəsmi olaraq qəbul edilir və artıq işğal hesabına bir dövlətin qurulması legitimləşir və beynəlxalq birlik bunu hüquqi bir vahid kimi qəbul eləməyə başlayır. Ərazi isə Beytül-Müqəddəsin, Qüdsün ərazisi isə inzibatı vahid kimi beynəlxalq nəzarətə verilir. Yəni, heç bir tərəfin nəzarətinə verilmir. Amma hətta bu ədalətsiz qərarla da razılaşmayan İsrail tərəfi günü-gündən ərazilərini genişləndirməyə başlayır və işğal hərəkətlərini genişləndirir. Bir gecənin içində Deyr Yasin kəndində 200 neçə insan qətlə yetirilir vəhşicəsinə bir gecənin içində. Bu qətl faktlarından yüzlərlə saymaq olar Fələstin hadisəsinin tarixində, yəni bu müharibənin tarixində. 48-49-cu illər müharibəsi nəticəsində ərazisini 6,6 min kvadrat kilometrdə artırır və yavaş-yavaş İordaniyanın, Misirin torpaqlarını işğal eləməyə başlayır və İordan çayının qərb sahilini, Qəzza bölgəsini və sair əraziləri, yüksəklikləri Suriyaya məxsus olan yüksəklikləri işğal edərək öz ərazilərini genişləndirir və bu işğalı zorla İslam aləminə qəbul elətdirməyə çalışır. BMT-nin bu işğalla bağlı bir sıra qətnamələrinə heç bir məhəl qoyulmur. BMT-nin qətnaməsində tələb kimi qoyulur ki, İsrail işğal elədiyi əraziləri dərhal azad eləməlidir, amma buna baxmayaraq, əksinə Qudsu da öz paytaxtı elan edir və təcavüzünü genişləndirməkdə davam edir.